Sonraki bəndim budur. Baxın, cəsur olmaq. Gəncliyə yaraşan cəsarətdir. İnkişaf cəsarəti, cəsurları sevir. Cəsarətə mənim tərifim budur. Dar və zor anda ən doğru qərarı vermək bacarığı və o qərarı yerinə yetirmək bacarığı. Doğrusansa, özünə güvənirsənsə, tək qalsan belə dediyini yerinə yetir. Quran-ı Kərimdə Əziz Allah Həzrəti İbrahimlə bağlı buyurur ki, Həzrəti İbrahim tək olsa da bir ümmətdir. Bir insan necə ümmət ola bilir? Ümmət deyiləndə ağımıza çoxluq gəlir, deyilmi? Amma Əziz Allah buyurur ki, Həzrəti İbrahim tək olsa da bir ümmətdir. Həzrəti İbrahim tək olsa da nəyə görə ümmətdir? Çünki dəyərləri var. Çünki o dəyərlər uğrunda mücadiləsi var. Tevhid uğrunda, ədalət uğrunda, xeyir uğrunda, bərəkət uğrunda tək qalsa da Həzrəti İbrahim yolundan dönməmişdir. Ona görə Əziz Allah buyurur ki, Həzrəti İbrahim tək olsa da bir ümmətdir. Siz həqiqət yolunda, doğruluq yolunda tək qalsanız da cəsur olun. Cəsur olanlara ilahi yardım gələcək. Həzrəti İbrahimə gəlmədi. Həzrəti İbrahimin örnəyini Allah bizə nə üçün göstərib? Cəsur ol, dəyərlərin olsun, mücadilən olsun, irəlilə, mücadilə et ki, ilahi yardım gəlsin deyir. Əgər qorxaqlıq göstərirsinizsə, qorxaq olan özünə sevgisi yoxdur deyirəm. Bir gəncin özünü sevdiyinin əlaməti budur, cəsurdur. Dar və zor gündə ən doğru qərara həyəcanlanmır, özünü itirmir. Doğru qərarları alır və yerinə yetirir.